Salam axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Hərbi sursat aşkarlandı. İndi isə daha ətraflı. Urmu gölünün quruması ilə başlayan duz fırtınalarının artması səbəbindən bölgədə ekoloji vəziyyət ən pis həddə yaxınlaşıb. Bu haqda İran Su Sənayesi Federasiyasının İdarə Heyətinin sədri Rıza Hacı Kərimi xəbərdarlıq edib. O, İranın İLNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, duz fırtınası səbəbindən Urmu gölünə bitişik əyalətlərin boşaldılmasına başlanılıb. Bugün Urmiya gölü komada olan təcili yardım xəstəsi kimidir. Bu isə hələ faciənin başlanğıcıdır. Hacı Kərimi əlavə edib. Su Sənayesi Federasiyasının İdarə Heyətinin sədri Urmiya gölünün 1995-ci ildən proqnozlaşdırılan ölümünün indi reallaşmaqda olduğunu deyib. Qeyd edək ki, son məlumatlara görə Urmu gölü tamamilə quruyub və peyk görüntülərində müşahidə olunmur. İran prezidenti Məsud Pezeşkiyan seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün bərpası olduğunu bildirmişdi. Davam edirik. İran hökuməti bazar günü BMT-nin tətik sanksiyalarının bərpasına cavab planını təsdiqləyəcək. Bunu dövlət mediasının sözçüsü Fatimə Mühaciriyani deyib. Mühaciriyani sanksiyaların tətbiqinin 45 gün gecikdirilməsini təklif etsə də, onun bu təklifi rədd edildiyi bildirilib. O əlavə edib ki, Tehran, Nyu-Yorkda Britaniya, Fransa, Almaniya Beynəlxalq Atom Enerjisi Agentliyi və Amerikanın yaxın şərq üzrə elçisi Steve Witkoffla görüş keçirməyə hazır olduğunu bildirib. Lakin təklif qəbul olunmayıb. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi üzrə agentlik İrandan bütün nüvə obyektlərinin təftişinə imkan yaradılmasını tələb etsə də, İran tərəfi buna razılıq vermir. Üstəlik, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq 60% həddində zənginləşdirməklə öz nüvə proqramının əslində dinc məqsədlər üçün olmadığını sərgiləmiş olunur. Bu səbəbdən beynəlxalq ictimaiyyət İran özünün silah istehsal etmə dərəcəli nüvə proqramından imtina etmədiyi müddətdə vaxt uzatmaq xarakteri daşımaq təkliflərini geri çevirir. BMT-nin sanksiyalarının yenidən tətbiqi ilə bağlı gərginliyin artması fonunda BMT-nin Atom Nəzarət Orqanı ilə Qahirədə imzalanmış son nüvə əməkdaşlıq sazişinin gələcəyi Ali Milli Təhlükəsizlik Şurası tərəfindən həll olunacaq. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı deyib. Biz Təhlükəsizlik Şurasında, BMT-də və Beynəlxalq Atom Enerjisi Agentliyində yeni şərtlərdə üzləşirik. Bu məsələlər Ali Milli Təhlükəsizlik Şurasında və onun nüvə komitəsində müzakirə olunmalıdır. Əminəm ki, düzgün qərarlar veriləcək deyə Əraqçı Nyu-Yorkdan qayıtdıqdan sonra bildirib. Sentyabrın əvvəlində imzalanan Qahirə razılaşması Beynəlxalq Atom Enerjisi Agentliyinə İranın elan etdiyi bütün obyektlərdə, o cümlədən iyun ayında İsrail və Amerikanın zərbələri nəticəsində zədələnmiş obyektlərdə yoxlamaları bərpa etməyə imkan verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi bunu təhlükəsizlik tədbirlərinin bərpası istiqamətində atılan addım adlandırıb. Lakin İran rəsmiləri, o cümlədən Əraqçı xəbərdarlıq etmişdilər ki, tətik mexanizmi sanksiyalarının aktivləşdirilməsi kimi düşmənçilik hərəkətləri davam edərsə, sazişdən imtina ediləcək. Mərkəzi Bank ölkənin pul və məzənnət siyasətinə tək başına cavabdehdir və konkret olaraq valyuta məzənələri və inflyasiya ilə bağlı məsələlərdə birinci və sonuncu məhsul hesab olunur. Bunu İranın İqtisadiyyat naziri Əli Mədənizadə deyib. İqtisadiyyat naziri heç bir halda Mərkəzi Bankın qəbul etdiyi valyuta və pul siyasətinə görə məsuliyyət daşımır deyə o, dolların İran pulu qarşısında bahalaşmasına aid tənqidlərə cavab olaraq bildirib. O, ölkə valyutasının dəyərdən düşməsinə görə Mərkəzi Bankın sədrinin cavabdeh olduğunu söyləyib. Parlamentin təsdiq etdiyi qanuna əsasən Plan Büdcə Təşkilatının rəhbəri və İqtisadiyyat naziri istisna olmaqla Mərkəzi Bankın Ali Müşahidə Şurasının bütün üzvlərini Mərkəzi Bankın sədri seçir. Qeyd edək ki, son məlumata görə İranın azad bazarında hər bir ABŞ dolarının dəyəri 114.300 tümənə çatıb. İran realı Amerika dolları qarşısında dəyər itirməyə davam edir. Çərşənbə günü İranın valyutası Tehranın qeyri-rəsmi bazarında 1 Amerika dolları üçün təxminən 1 milyon 151 min reala satılaraq növbəti əks rekord göstəriciyə çatıb. Yerli valyuta məzənnələrinə əsasən avro 1 milyon 352.200 real, funt sterling isə 1 milyon 548.300 olub. Qeyd edək ki, BMT-nin tətik mexanizmi işə düşəndən bəri İran valyutası dollar qarşısında sürətlə dəyər itirməyə davam edir. Ancaq rejimə bağlı Keyhan kimi qəzetlər bu sanksiyaların İrana qarşı gerçək bir gücünün olmadığını, yalnız psixoloji təsir göstərməyə hesablandığını bildirirlər.
Buraxılışımız davam edir. İşğaldan azad edilmiş ərazilərdə mina təmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb. Bildirilib ki, 5622,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyindən verilən məlumata görə Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağani, Sayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı kəndlərində 522 piyada əleyhinə mina, 118 tank əleyhinə mina, 5286 partlamamış hərbi sursat aşkarlanıb. Dünya gündəmi ilə davam edirik. Putinlə Zelenski arasında görüş ancaq ekspertlər səviyyəsində hazırlana bilər. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə hazırda Moskva ilə Kiyev arasında danışıqlar prosesində fasilə yaranıb. Məhz ekspert səviyyəli danışıqlar prosesi yüksək səviyyəli təmaslara hazırlığa gətirib çıxara bilər. Yüksək səviyyəli təmaslar mürəkkəb məsələnin həllinə kömək edə bilməz. Təəssüf ki, biz hazırda Ukrayna tərəfi ilə belə bir görüşü hazırlaya bilmirik. Çünki Kiyev rejimi İstanbul danışıqlar prosesini davam etdirməyə tələsmir. Təqdim olunan sənəd layihələrinə ləng cavab verir və 3 işçi qrupunun yaradılması təklifinə cavab verməyi ləngidir. Faktiki olaraq vəziyyət belədir, deyə Kremlin sözçüsü vurğulayıb. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.